Qarabağ müharibəsi artıq bitmişdi, ateşkəs olmuşdu, aman hadisələri də olmuşdu. Çox yaxın dostum Adil Bünyadovu itirmişdim mən. Allah rəhmət. O da elə aman hadisələrində həlak olmuşdu. Neysə, ANS-də işlədiyim dövrdə Amunçuların məhkəməsinə gedirdim. Orada o kadrda mən göstərirəmsə. Deməli, bir var müxbir, bir var operator, bir də var reporter. Yəni, operator az çatmırdı. Yəni, ona görə mən reporterluq edirdim. Mən operator kimi işləyirdim. Həm də mətn yazdım. Sahibədə olurdu, mətn yazdım. Bəli, o şeydə, Nescafe, üçü birində, hə. Qərəz orada proseslərin birində, deməli, hakim fasilə elan elədi. Həmişə qəhər boğur mənə. Deməli, fasilə elan elədi, dedi ki, nahardan sonra yenidən prosesimiz davam edəcək. Bu vaxt konvoy çəkildi qırağa ki, hər halda doğmalardan, əqrabalardan kim istəsə gəlib şeylə görüşürlər, tutulanlarla. Orada bir dənə, deməli, qız gəldi, yaxınlaşdı, atasını dəmir bağlardan, kənardan qucaqladı, başladı öpməyə. Dəhşətli şeydir. Bilirsiniz, o vaxt elə şey vardı, bizdə ANS-də ki, hərə öz çəkdiyi kadrları göstərirdi və rəhbərlik də onu sözün yaxşı mənasında qiymətləndirirdi də ki, afərin əhsən. Amma o vaxt, ondan əvvəl mən deməli 93-ün yayı idi, nə vaxtdırsa Füzuli tərəfdə ya da Horacizdə kadrlar çəkmişdim. Yəni, atəşkəsin simvolu kimi toplar idi və toplar atəş açmırdı, yəni onun üstünə prezidentdən çıxollar keçirmişdilər. Yəni, bu artıq atəşkəsin dayanmasına yaxşı sübut idi. Və onu o vaxt Almaniyanın CDF kanalının bir rəhbəri vardı, ya da Rusiya MDB məsələləri üzrə rəhbəri, indiyə kimi olma gəlir, Dirk Zager. O bəyənmiş və demiş ki, çox ideal kadrlardır. Mən gəldim, işə dedim ki, mən bugün bir kadr çəkdim məhkəmədə və bundan sonra mən əlimə kamera almayacağam. Seyfullah mənə dedi ki, sən olsa yaxşı kadr olub, ondan yaxşı kadr ola bilməz də. Ona görə danışma. Dedim, Seyfullah mənim, siz kadra baxın. Baxdılar, heç nə demədilər, dedim ki, mən bundan sonra operator olamayacağam.